Əməkdar incəsənət xadimi, şair Tofiq Bayramın həyat və yaradıcılığına həsr olunan Şair ömrü adlı bədii sənədli filmin təqdimatı keçirilib. Tədbirə ədəbiyyat və mədəniyyət cəmiyyəsinin tanınmış nümayəndələri qatılıblar. Film Tofiq Bayramın poeziyasını və onun sözə münasibətini ekran dili ilə təqdim edir. Layihədə müasir texnologiyalardan, o cümlədən süni intellektin imkanlarından istifadə olunub. Filmin 40% demək olar ki, süni intellektdən istifadə olunub. Tofiq Bayramın öz obrazını süni intellektlə yaratmış. Adətən rejissorlara deyirlər ki, film haqqında nə danışa bilərsən? Biz danışmadıq bu dəfə. Tofiq Bayram xatirəsi danışdıq. Bugün duyğulardan uzaq düşdüyümüz və ədəbiyyatdan uzaq düşdüyümüz bir dövrdə bu cür ədəbi layihələri həyata keçirmək çox önəmlidir. Çünki teleməkanda o qədər də sıx-sıx rast gəlinmir bu cür layihələrə. Müxtəlif qiraətçilər tərəfindən Həmidə Ömərova, xalq artistimiz Eldos Bayram, Xəzər Süleymanlı, Azər Süleymanlı və Aygün Fəthullayevanın ifasında şairin ən məşhur şeirləri səsləndirilibdir. Sulardan çox dikilib nəzərim. Bugün üzür sinəsində qayığım. Məni səssiz qarşılayır Xəzərim. Tofiq Bayramın misraları filmdə qiraətçilərin səsində yeni nəfəs qazanıb. Tofiq Bayramla bağlı sənədli filmdə mən də bir neçə şeirlər səsləndirmişəm və düşünürəm ki, bu sənədli filmdə yer almaq mənim yaradıcılığım üçün də çox gözəl bir məqamdır. Ən azından bu sənədli film illərlə yaşayacaq və yəqin ki, növbəti nəsillər də bizi orada görəndə müəyyən qədər Tofiq Bayram yaradıcılığının qiraətlə bağlılığını da hiss edə biləcəklər. Mənim üçün bugün, bu axşam həm də onunla dəyərlidir ki, illər əvvəl şeirlərini sevərək oxuduğum bir şairin artıq bugün yaradıcılığına, onun həyatına həsr olunan həm filminin təqdimatında aparacağam, həm də onun şeirlərini məhz bugün bu filmdən daha böyük bir oxucuya çatdıracağam. Bu filmdə 2 şeir səsləndirmişəm. Ərik ağacı və Vağzalı çalınır, anam ağlayır şeirlərini. Şair ömrü həm Tofiq Bayram yaradıcılığını yenidən kəşf etmək, həm də onun sənət dünyasına səyahət etmək üçün əla fürsətdir.